Salam Asu müəllimə. Salam. Proqram təminatı nədir? Proqram təminatı istifadəçiyə və kompüterə xidmət edən proqramlar kompleksidir və 3 hissədən ibarətdir. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Əvvəlcə biz danışaq sistem proqram təminatı haqqında. Sistem proqram təminatı nədir? Sistem proqram təminatı kompüterə xidmət edən proqramları özündə cəmləşdirir və 2 hissəyə bölünür: baza və servis. Baza hissəyə aiddir əməliyyat sistemləri, əməliyyat örtükləri və şəbəkə əməliyyat sistemi. Servis hissəyə isə aiddir antivirus proqramları, utilitlər və kompüterin iş qabiliyyətinin diaqnostikası. İndi ikinci gəlir tətbiqi proqram təminatı. Tətbiqi proqram təminatı bizə, yəni istifadəçilərə xidmət edən proqramlara aiddir və özü 4 yerə bölünür: ümumi təyinatlı, problem yönlü, ixtisas yönlü və qlobal kompüter şəbəkələri üçün. Son olaraq gəlir instrumental proqram təminatı. İnstrumental proqram təminatı deyən kimi bizim ağlımıza proqramlaşdırma dilləri gəlməlidir. Proqramlaşdırma dilləri, proqramlaşdırma kompleksləri və proqramlaşdırmanın inteqrallaşdırılmış mühitləri.